Bismillahirrahmanirrahim. Elhamdülillahi vahde ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah arkadaşlar, biz Ramazanın 18. gününü bitirdik ve sevinirik. Sevinirik ki 18 günü tuttuk. Elhamdülillah pozmadıq. Həmçinin sevinirik ki axır 10 gecəyə yaxınlaşırıq. Çünki Ramazan ayı böyük bir məktəbdir. İnsan ən birinci özünü tərbiyələndirir. Çünki ibadətlərdə ümumiyyətlə ən böyük məqsədlərdən biri odur. İnsan namazda özünü tərbiyələndirir. Həmçinin oruç tutanda özünü tərbiyələndirir. Həmçinin həcc edəndə də özünü tərbiyələndirir. Hətta zəkat verəndə də özünü tərbiyələndirir. Və ibadətlər elə belə deyil. İbadətlər də qardaşlar bizim üçün. Bizə lazımdır, Allaha yox. Allahın heç də ehtiyacı yoxdur. Ehtiyacsızdır o. Lakin biz isə ehtiyacımız var. Xüsusən Rəbbimizə, Xaliqimizə. Çünki hər şey o halindədir və o verir, o götürür, o yüksəldir, o alçaldır. Sadəcə onunla olmaq lazımdır. Ona doğru getmək lazımdır. Çünki hər şey o halindədir. Yəni, insan bunu başa düşsə, demək olar ki, hər şey başa düşür. Çox şey həyatda. Çünki həyat hələ belə deyil. Allah Subhanahu taala buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. Və həmçinin də Allah Teala buyurur ki, heç də həbəs yerə yaratmayıb. Həmçinin buyurur ki, hər şey qədərində yaratır. Artıq şey heç də yox. Sadəcə görürsə bu həyatda bəzi məsələlər olur. İnsan deyir, ne üçün belədir, ne üçün belədir. Lakin o təqsir insanların özlərindədir. Allah Subhanahu taala zülm eləmir heç kəsə. Allah heç kəsə zülm eləmir. İnsan öz-özünə zülm eləyir. İnsanlar bir-birlərini zülm eləyirlər. Allah adildir. Allah yaratmayıb ki, sən zülm eləsin. Sadəcə zülm nədə olur? O vaxt o qaydalar pozulur. Əsaslar pozulur. Ona görə haradasa artıq görürsən ki, hansı mərhələlər pozulmağa gedir. Məsələn, Allah Teala ne üçün bəzi məsələləri haram edir? Çünki onlar pozur. İnsanlar rayət eləməyəndə, rayət eləmirlər özləri. Və sonra deyirlər ki, ne üçün belədir? Təqsir insanların özündədir. Ona görə bu ibadət, bu Ramazan ayı böyük bir fürsətdir. Nəinki insanın özü, həm ətrafı, həm cəmiyyət islah olsun. Yəni, din elə belə gəlməyib. Din gəlib insanların həyatın təmizliyə, düzgünlüyə tənzimləsin. Mundarçılığa, qəlbən və zahirə ona dəvət eləməyib, zülmə dəvət eləməyib. Din gəlməyib insanları öldürsün. Din gəlməyib insanların həyatını qorusun. Ona görə qardaşlar, biz böyük bir aydayıq, bu böyük bir məktəbdir bizim üçün, böyük bir tərbiyədir, nəfsi tərbiyə və orucluq bizi tərbiyələndirir. Ən birinci də, ən böyük tərbiyələrdən də biri qardaşlar, biz çalışırıq bu ayda Allah'a razı salaq, başqa heç kəsin. Ona görə yemək, içməkdən şəhvətən tərk edirik. Hər yanda insanların qarşısında da eləyik, tək olanda da eləyik. Nəsə göstərmirik. Ona görə İmam Əhməd deyir ki, oruçluqda riya yoxdur. Yəni, özünü göstərmək. Çünki insan necə cəmatı yandıdır, təklikdə də elədir. Yeməz, içmən şəhvəti tərk eləyər. Ona görə oruçluq böyük məktəbdir, tərbiyədir qardaşlar. Və necə bilirsiniz, bu ay həmçinin qardaşlar, Quran ayıdır. Allah Subhanahu taala Ramazan ayını qeyd eləyəndə buyurur ki, Şəhru Ramazan.
Əlləzi unzilə fihil Qur'an. Əl-əyə. Yəni Ramazan ayından danışır və buyurur ki, o ay ki, hansı ki Quran nazil olur. Bu ayda qardaşlar edilən əməllərdən Quran-ı Kərim oxumaq. Quran evlələ gəlməyib. Düzdür, bu bolşeviklərin vaxtında biz Quran nə vaxt yada düşürdü? Adam öləndə. Yəni elə təsəvvür yaranmışdı ki, din ölülər üçündür. Dini yəni öldürmüşdük. Dirilərə aidiyyəti yoxdur. Ona görə görürsən, adam öləndə kəfənləyirdilər onu. Yəni o qalmışdı. Yolmağı, kəfənləməyi, cənazəsi, Quran oxumaq. Meçiddə də insanlar nə vaxt gedirdi? Öləndə. Daha doğrusu aparırdılar ora. Çünki meçidlər özləri elə idi ki, ölülərə xidmət edirdi. Dirilər üçün deyildi. Ona görə ölülərə aid məsələn meyit yumaq yeri və s. Hansı ki, dünyanın heç bir yandılı bir şey yoxdur. Heç bir yerində meçiddə ölü yuyulmur. Çünki meçid dirilər üçündür, ölülər üçün yox. Düzdür, hələ yerlər olsun, başqa yerlərdə. O da lazımdır. Amma meçiddə yox. Meçid Allaha ibadət yeridir. Meçid tərbiyə yeridir. İnsanları tərbiyələndirmək üçün, düzgün yola yönətmək üçün, pisliklərdən çəkindirmək üçün, fahiş işlərdən çəkindirmək üçün, narkomaniyadan çəkindirmək üçün və s. və s. Hər şeydən. Şirkdən və s. bidətdən, xurafatlardan, mimi gecənin ağıllarından. Meçid əsasən, əsas işi budur. Xavariclərindən çəkindirmək üçün. Lakin təəssüf çox yerdə yoxdur bu. Hətta meçidlərdə. Və Ramazan ayı Quran ayıdır. Quran ayı. Və Quran-ı Kərim yeganə kitabdır ki, necə ona xidmət olunur indiyəcən, nazil olan gündən elə kitab yoxdur. Nə İncil, nə Tövrat. Nazil olan gündən əzbərlənir. İndiyəcən də. Peyğəmbər sallallahu aleyhi ve sellem buyuruyor ki, kim Quran-ı Kərimdən oxusa hər hərfinə savab var. Əlif, lam, mim, hər hərfinə 10 dənə savab. Necə İmam Tirmizi buyurur, Şeyx Albani buyurur, səhihdir. Hər hərfinə 10 dənə savab. Sən deyəndə Bismillahirrahmanirrahim 19 dənə hərifdir. 190 dənə savab gəldi. Və təsəvvürlə Quran-ı Kərimi oxuduqca hamısın. Gör nə qədər savab var. Ona görə o qardaşlar ki, Quran oxuya bilmir, oxumur, öyrənmir, bilir, oxumur. Onlar böyük savab itirirlər. Minlərlə savab. Və həmçinin qardaşlar, biz görürük Peyğəmbər sələf necə Qurana Ramazan ayında necə yanaşırdılar. Yəni, hətta Peyğəmbər sallallahu aleyhi ve sellem Cəbrail gəlirdi, Ramazan ayında Quranı təkrarlayırdı. Peyğəmbər sallallahu aleyhi ve sellem. Və hətta deməli, necə Buxaridə gəlir, Fatimə radiyallahu anh deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem axırıncı Ramazan idi, tuturdu. Dedi, Cəbrail 2 dəfə bu Ramazan Quranı təkrarladıq. Həmişə bir dəfə təkrarlayırdı. 2 dəfə. Yəni, qızına deyir Fatiməyə. Birisindən Fatimə, Peyğəmbər sallallahu aleyhi ve sellem qızı, həmçinin Ömər ibn Xattabın nə deyir? Qaynanası. Ömər ibn Xattabın qaynanasına deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Cəbrail bu Ramazan 2 dəfə təkrarladıq. Yəni, mənim gedməyimə az qalıb. İşarə idi. Ona görə qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem, ümumiyyətlə sahabələr, necə Nəvavi, rahiməhullah buyurur, elə sələflər var idi ki, gündə bir dəfə oxuyurdular Quran-ı Kərimi tam. Gəlir, nəql olunur ki, Osman radiyallahu anhu bir gün oxuyurdu Quranı namazda. Və bundan da daha çox var. Lakin ən əfzəl, kim tez-tez oxuyur, mənası dəyişməmək şərti ilə. 3 gündə ən azı. 3 günə çıxa bilərsən. Lakin sual versən ki, bəs, nə üçün sələflərdən gəlib ki, 1 gün oxuyan olub, 2 gün oxuyan olub. Və bu onu göstərir ki, bu qadağan deyil. Sadəcə əfsəldir 3 gün ən azı. Amma kim birdən 2 gün oxusa, 1 gün oxusa oturub sərdən axşamıza eyb etməz.
Əsas odur nədir? Qiraətdə kəlmələr mənasını itirməsin. Tələffüz düzgün olsun. Əsas odur. Yəni, sələf Qurana belə yanaşırdı. Ona görə, qardaşlar, bu ay həmçə yaddan çıxadı, Quran ayıdır. Quran-ı Kərim oxuyaq, çox oxuyaq. O qardaşlar ki, bilmirləri öyrənsinlər və bilsinlər ki, böyük xeyri məhrum ediblər özü. Böyük xeyirdən özləri məhrum ediblər, hansı ki, 28 də hərifdir, heç də. Heç də. Yəni, bir ay otursan, gündə birini öyrənsən, bir aya öyrənə bilərsən, rahat. Bir ayda kəlmələr düzəliş, bir ayda kimsə biləyi yanında oxumaq, artıq Quran-ı Kərim oxuyursan rahat. Artıq 4-cü, 5-ci ayda, hələ mən yavaş-yavaş deyirəm, 4-cü, 5-ci ayda təcvidi də öyrənsən, artıq 5 aya artıq Quran-ı Kərim rahat oxuyursan. Lakin məşğul olmaq lazımdır, məşğul olmaq. Əzm lazımdır, istəyi lazımdır, vaxt ayırmaq lazımdır. Aydındır, qardaşlar. Yəni, çalışın öz-özü məhrumlardan etməyin. Quran-ı Kərim oxumaqdan, namazdan, orucdan və s. əvvəllərdən. Və Allah subhanət hala bizə eşli faydalardan etsin. Allah qardaşımızın süfrəsinə bərəkət versin. Allah o qardaşlar ki, iftar verir, Allah onların malına bərəkət versin. Allah müsəlmanlara kömək olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Çox sağ ol.